Deməli, Tayland'a gəlsəniz, burada gördüğünüz hər masaj salonuna girməyin. Çünki Taylandda hər masaj salonları eyni fəaliyyət göstərmir. Masaj salonuna daxil olduqdan sonra orada həyat qadınlarla qarşılaşırsınız. Sizə başqa şeylər təklif edirlər. Və orada artıq dəhşət şeylər ola bilir. En yaxşı əziz dostlarım, mən indi gedirəm masaja hal-hazırda. Dünyadakı bütün insanların istədiyi ölkədir bura, yaşamaq istədiyi ölkədir doğrudan. Çünki burada hər şey azaddır əziz dostlarım. Hər şey azaddır. Burada gəlin mən sizə masajın qiymətlərini göstərim. Görə bu neçədir əziz dostlarım. Deməli, hello. Bilmirəm bu necə bir masajdır əziz dostlarım. Okay. Yes. Oh, normal masaj, just normal masaj. Normal masaj, yes. Okay. Yes. Yes. Can I video? Okay. Hello. Hello, สวัสดีค่ะ สวัสดีครับ Aziz dostlarım, demək burada ปวดอะไรล่ะ oil massage, yes, this one. ครับเอา This. อ้อยภาษาคุ้มกับท่านั่งอยู่นะ Yes. Okay, now, okay. ครับ สวัสดีค่ะคืนเดียว ขอบคุณครับ แล้วก็อยู่ค่ะ สวัสดีครับ สวัสดีค่ะสวัสดี Okay. Thank you. Thank you ค่ะ just moment oh Okay, no problem. Allah'ım olsun. Bir manat çayla verdim ve de sevirdiler. O böyle şoktayım. Ben buradan da özüm milyarder hissediyorum ki. Təxminən 17 manata pristav edin ki, belə bir istədiyim şərait. Buna baxın, burada təsəvvürün ki, ayaq masajını edirlər. Çox gözəl həqiqətən. Oturub yemək yeyir burada. Okay, I will coming. Ayaqlarım girirsəz dostlarım. Yıxılıb düşməsəm yaxşıdır. Həmişə YouTube'da baxırdım belə şeyə, çox maraqlı gəlirdi. Okay. This. Okay.